Salam, xoş gördük. Əziz, dəyərli, hörmətli izləyicilərimiz, əziz şəhid anaları və ataları, dəyərli, möhtərəm şəhid ailələri, hörmətli qazi qardaşlarım. Mən Ümumilli lider, Ulu Öndər Heydar Əliyev TV kanalının təsisçisi Vəlizadə Əli Qayımoğlu. Yenə də sizin qarşınızda. Bugün də yolumuzu saldıq Ağdam Şəhidlər Xiyabanına. Bugün də Ağdamın igid qəhrəmanı oğlanları haqqında danışmağı, ziyarət etməyi özümə borc bildim. Şəhidlərimiz haqqında nə qədər danışsaq da buna vaxt çatmaz. Çünki şəhid bir zirvədir. Şəhid bir məktəb. Oxuduqca doymayan bir kitab. Gül qoxuyan, əvəz olmayan bir ətirdir. Cənnətə gözəllik qatan bir cənnət mələyidir. Allahın 99 gözəl ismindən biri Əl-Şəhiddir. Şəhid tək ata-ananın, bacı-qardaşın şəhidi deyil. Şəhid bütün Azərbaycan xalqının şəhididir. Bu müqəddəs məkanda Ağdam rayon Şəhidlər Xiyabanında dayanarkən sözlər boğazımızda düyünlənir. Qəlbimiz sükuta bürünür. Burada hər daş bir talidir. Hər məzar bir ömürdür. Hər ad isə yarım çıxılan arzuların sükutla danışan səsidir. Bu torpaq adi bir torpaq deyil. Bu torpaq şəhid qanı ilə yoğrulmuş vətən torpağıdır. Şəhidlər yaşamaqdan vaz keçmədilər. Yaşatmaq üçün canlarından keçdilər. Ana qucağını, ata duasını, yar gözlərini, övlad gülüşünü arxada qoyub vətən çağırışına getdilər. Geri dönmədilər. Amma əbədi qaldılar. Çünki şəhidlər ölmür. Şəhidlər neçə əsrlər belə keçsə, hər bir Azərbaycanlının qəlbində, ürəyində yaşayır. Bir şəhid ailəsi kimi ürəyimdən, qəlbimdən gələn bu müqəddəs məkanda bir həqiqəti də vurğulamaq istəyirəm. Şəhid ailələrinin, qazilərin, kimsəsizlərin yanında olan, gördüyü xeyirxah işləri ilə insanların qəlbinə yol tapan, onların dərdini öz dərdi bilən, bu müqəddəs yolun məsuliyyətini daşıyan dövlət qayğısı bugün də davam edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Ağdam rayon icra başçısı əzizimiz Vaqif Həsənov şəhid ailələrinə, qazilərə, kimsəsizlərin daim diqqət və qayğı göstərir. Cənab Vaqif Həsənov tək şəhid ailələrinin yox, həm də Ağdam əhalisinin sevgisini qazanıb. Şəhid ailələri bunu da bilməlidir ki, onların dərdi təkcə öz dərdi deyil, bütün Azərbaycan xalqının şəhididir. Əzizim Cənab Vaqif Həsənov hər zaman şəhid ailələrinin problemini dinləyib. Sevincinə sevinc, dərdinə ortaq olan rəhbər kimi tanınır. Əzizimiz Cənab Həsənov Ağdamın Şəhidlər Xiyabanını abadlaşdırılması, şəhidlərimizin adına şəhid evi tikdirmişdir. Bu da şəhidlərimizin ruhuna göstərilən ehtiramın bariz nümunəsidir. Şəhidlərimiz cismən bizlərdən ayrılsa da, ruhları daim bütün Azərbaycan xalqının neçə əsrlər keçsə də, gələcək nəsillərin belə ürəyində, qəlbində yaşayacaq. O zaman 1-ci Qarabağ müharibəsində tökülən qanlar, göz yaşları, Xocalı şəhid olan analarımız, bacılarımız, günahsız körpələrimiz qanı yerdə qalmadı. 20-ci əsrin ən böyük faciəsi Xocalı soyqırımı, körpələr, qocalar amansızcasına qətlə yetirildi. Amma düşmən bilmədi ki, bir zaman gələcək, illər sonra 1-ci Qarabağ müharibəsi şəhidlərimizin qisası alınacaq. Torpaqlarımız geri qayıdacaq. Şəhidlərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Qürurumuz qaytarıldı. Bayraqlarımız yenidən Qarabağ torpaqlarında dalğalandı. Çünki 1993-cü ilin oktyabrın 3-də keçirilən səsverilmədə Ümumilli lider Ulu Öndər Heydar Əliyev kimi sərkərdəmiz, başçımız, prezidentimiz Azərbaycana gəldi. Heydar Əliyevin gəlişi ilə günəşli Azərbaycanımız yavaş-yavaş öz yerini tutdu, inkişaf etdi. İgid qəhrəmanlarımız yetişdirildi. Allah Ümumilli lider Ulu Öndər Heydar Əliyevə qəni-qəni rəhmət etsin. Ruhu qarşısında baş əyirəm. Allah Ulu öndərimiz Heydar Əliyevin davamçısı əzizimiz Ali Başkomandan əvəz olmaz Cənab Prezidentimizi İlham Əliyevə qorusun.
başımızın üzerinden eksik etmesin. Cənab İlham Əliyevin dəmir yumruğu siyasəti sayəsində şəhidlərimizin qanı bahasına, qazilərimizin sağlam canlarının itirilməsinin sayəsində, veteran, vətən keşiyində duran ordumuzun sayəsində 30 il həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Allah cəmşərtlərimizə rəhmət etsin. Ruhları qarşısında baş əyirəm. Valideynlərinə səbir diləyirəm. Evlatlarına səbir diləyirəm. Uca Allahdan qazi, veteran qardaşlarıma uzun ömür, can sağlığı.